Mat nə puldur? Özü fikirləşsin də bunu İlham Əliyev. Özü fikirləşsin ki, bu nə puldur? Uşaq başı aldadır da. Elə çıxır da, elə deyil. Başıma dönüm dolanmaq olar bu ilə? Yox, heç cür. Bəs nəyə bəs edir həmin pul? Heç nəyə, heç nəyə. Əgər fikirləşsən, duz çörəyimin puludur. Nəinki dərmanlar. Duz çörəyimin puludur. Əgər bölsün. Allah'da bəs eləmirək. Elə onu sən də bilməlisən. Və nəyə bəs edir? Bəs dava dərmana. Görsən, vidimi görsən, xəstəyəm. 2-3 nələ dərman alır. Yeməyi də elə belə alababatda bir təhər ölməyəsən. İndi bahalıq çox pis oldu. İndi onu da bəhanə eləyirlər ki, dollar, belə gəldi dollar. Yerli mallara nə dollar? Bu ki, buranın təsərrüfatının malıdır. Ya bu ölkənin malıdır. Onu niyə qaldırıblar? O da vəziyyət biraz fərqlidir, aman balam. Güya indi 200 manat pensiyanı qaldırıblar. Ona münasibətiniz? Nə qədər? 200 manat güya qaldırıblar. 200? 3 manat. 2-3 manat. Ya o nə deməkdir? O millətin başını aldatmaq deməkdir. Sən onu eşitmək istəyirdin. Cəmaat, uşaq deyirəm, 70'ə yaxın yaşım var. Kimin pulu var, o yaşayacaq. Kimin pulu yoxdur, xəstələndi, o öləcək. Mənə əgər mənim uşaqlarım kömək eləməsəydi, bəlkə də yarım il bundan qabaq ölmüşdü.